Mənə görə səhər yerinə toplamaq günün ilk qələbəsidir. Sonra da təzə aldığım dipçəyi sulayıram. Sonra da səhərimi telefona sarılıb keçirmək əvəzinə ən çox diqqət tələb edən işimə yönəlirəm. İşimi görüb bitirdikdən sonra isə gedirəm məşq eləməyə. Sonra da yadıma düşür ki, telefonu otaqda qoymuşam. İsinmə hərəkətləri, sonra da keçən dəfə incitdiyim əlimi göstərirəm. Bu səbəbdən də bu dəfə çəkinmə yox, daha çox qarın əzələləri və çiyin, arxa qol məşqləri edirəm. Məşqi bitirdikdən sonra isə gedib evdə yemək yeyirəm və dostum qonaq gəlir. Sadəcə bu anların videosunu çəkməyi unutdum, həm də dostum videoda olmaq istəmirdi. Sonra da hazırlaşıram axşamki çəkilişə getməyə. Çəkilişi bitirib bir qədər yemək yeyirəm, sonra da gəlib evdə geri qalan işlərimi tamamlayıram və bununla da gün başa çatır. Sağ olun, salamat qalın.